Kiçik Qafqaz vilayəti. Demək, Kiçik Qafqaz vilayəti yerləşəcək ölkəmizin qərb hissəsində. Ümumi desək, filiz faydalı qazıntılarla zəngin ərazidir. Maqmatik və metamorfik suxurlar geniş yayılmışdır. Kiçik Qafqaz vilayəti Ermənistan və cənub hissədənlə İranla həmsərhəd olacaq. Kiçik Qafqaz vilayətinin daxilinə 4 fiziki coğrafi rayon daxildir. Gəncə fiziki coğrafi rayonu, Qarabağ fiziki coğrafi rayonu, Qarabağ vulkanik fiziki coğrafi rayonu və Həkəri fiziki coğrafi rayonu. Gəncə, Qarabağ, vulkanik yayla, yəni Qarabağ vulkanik yaylası və Həkəri fiziki coğrafi rayonu. Birinci başlayaq Gəncə fiziki coğrafi rayonu. Gəncə fiziki coğrafi rayonu deyəndə birinci beynində Gədəbəy və Daşkəsən rayonlarının yadında saxlayırsın. Niyə? Gədəbəydə hansı faydalı qazıntı varsa, Gədəbəydə var idi mis, Qaradağ yatağı. Gədəbəydə var idi qızıl, qoşa yatağı. Daşkəsəndə var idi dəmir filizi. Cənubi Daşkəsən, Hamanoğlu, digər inadı Dəmiroğlu. Sonra Daşkəsəndə var idi alnit yatağı, zəhərlikdə. Demək, bu bütün yataqları sən deyəcəksən Gəncə fiziki coğrafi rayonuna. Demək, dəmir filizi, mis, qızıl ehtiyatları, alnit ehtiyatları bu ərazidə olacaq. İqliminə gələndə isə Kiçik Qafqazın iqlimi necə idi? Bu hissə olacaqdır. Qışı quraq keçən mülayim isti, biraz yüksək hissəyə qalxanda qışı quraq keçən soyuq, 2700-dən yuxarı hissələrdə isə əsasən Murov dağın, Gəncə fiziki coğrafi rayonu Murov dağın şimal hissəsinə düşür. Murov dağın əsasən yüksək hissələrində isə olacaq dağ tundra iqlimi. Demək, Gəncə fiziki coğrafi rayonunda qışı quraq mülayim isti, qışı quraq keçən soyuq və dağ tundra iqliminə rast gəlinəcək. Milli parklarından və qoruqlarından desək, burada yerləşir əlbəttə Murov dağının şimal hissəsində Göygöl Milli Parkı, Göygöl Dövlət Qoruğu. Göygöldə nə qorunurdu bilirsiniz? Qarmaqvari şam və Xallı Maral Göygöldə qorunacaq. Göygöl hansı landşaftda yerləşirdi? Dağ meşə yoxsa dağ çəmən? Dağ meşə. Azərbaycanın yeganə gölü idi ki, dağ gölü idi ki, dağ meşə landşaftında yerləşirdi. Digər dağ gölləri əsasən dağ çəmən landşaftındadır. Sonra yoldaşlar, gələk Qarabağ fiziki coğrafi rayonuna. Qarabağ fiziki coğrafi rayonu görürsünüz ki, burada Ermənistanla da sərhədə düşür. Həm Ermənistanla sərhəddir, həm də Kür vilayəti ilə də sərhəddə yerləşəcək. Qarabağ fiziki coğrafi rayonu ilə Gəncə fiziki coğrafi rayonu arasında yerləşir Murov dağ silsiləsi. Demək, Murov dağının şimalı Gəncə fiziki coğrafi rayonudur. Murov dağının cənubu Qarabağ fiziki coğrafi rayonudur. Qarabağ fiziki coğrafi rayonunda yerləşən əsas silsilə Qarabağ silsiləsi olacaq. Qarabağ silsiləsinin ən yüksək zirvəsi Böyük Kirsdir. 2725-dir. Kiçik Kirsdə var idi. Bundan başqa buradan axan çaylardan Tərtər çay həm vulkanik yaylaya düşür, həm Qarabağ fiziki coğrafi rayonuna düşür, həm Qazax Qarabağa düşür, həm də Kür Araz, Mərkəzi Aran fiziki coğrafi rayonuna düşəcək. Tərtər çayı düz 4 fiziki coğrafi rayondan keçəcək, 2 vilayət, 2 tektonik zonadan. Sonra Qarabağ fiziki coğrafi rayonu meşə ehtiyatları ilə zəngindir. Bax, burada da yadında saxlayırsan, əsasən Şuşa şəhəri. Niyə Şuşa şəhərin yadında saxlayırsan? Çünki Şuşada mühüm mineral bulaqlar var idi. Hansılar idi? Tursu, Şırlan, İsa. Bunlar Şuşada yerləşirlər. Buranın da iqlimi eyni ilə Gəncənin iqlimi kimi eynidir. Qışı quraq keçən mülayim isti, qışı quraq keçən soyuq və hündür, yüksək hissələrdə isə dağ tundra iqliminə rast gəlinəcək. Demək, Qarabağ fiziki coğrafi rayonunda yerləşən filiz faydalı qazıntı polimetal yatağı olacaq. Kəlbəcərdə, Ağdərədə yerləşən mehmanə yatağı, polimetal. Bu düşəcək Qarabağ fiziki coğrafi rayonuna. Amma digərləri Kəlbəcər Laçında yerləşən xromitdir, ondan sonra civə yataqlarıdır. Bunlar düşəcək Qarabağ vulkanik yaylası fiziki coğrafi rayonuna. Qarabağ fiziki coğrafi rayonu ilə Qonaqçan fiziki coğrafi rayonunun oxşar cəhəti odur ki, yerləşdiyi vilayətin
Bütün fiziki coğrafi rayonları ilə həmsərhəddirlər. Amma Qarabağ ekstradan olaraq Kür-Arazla, yəni Qazax, Qarabağ və Arazboyu fiziki coğrafi rayonları ilə də həmsərhəddir. Amma Qonaqkəndin digər vilayətlə sərhədi yoxdur. Bu oldu Qarabağ fiziki coğrafi rayonu. Keçdik vulkanik yayla fiziki coğrafi rayonuna. Vulkanik yayla fiziki, yəni Qarabağ vulkanik yayla fiziki coğrafi rayonu. Buradan əsasən başlayan çaylar Tərtər çay, Həkəri çay və Arpa çay olacaq. Buradan başlayan çaylar nə ilə qidalanır? Yeraltı sularla qidalanacaq. Effuzif və maqmatik suxurlar bu ərazidə geniş gəlmişdir. Buna görə də filiz faydalı qazıntılarla zəngindir. Burada xromit ehtiyatları, zivə ehtiyatları, qızıl ehtiyatları zəngindir. Xromit hansıdır? Kəlbəcərdə, Göydərə, Laçında ipək. Zivə yataqları Kəlbəcərdə Ağyataq, Şorbulaq, Lefçay, Laçında Narzanlı, Gilgəsçay. Bunlar hamısı vulkanik yerləşir. Bir də Kəlbəcərdə olan qızıl yataq var idi. Zod Qızılbulaq, bəli. Gölləri desək, Böyük Alagöl, Kiçik Alagöl və Qaragöl burada yerləşəcək. Böyük və Kiçik Alagöl tektonik vulkanik mənşəli, Qaragöl isə vulkanik mənşəli. Qaragöl dövlət qoruğu da bu ərazidə yerləşəcək. Ermənistanla sərhəddir, Qarabağ və Həkəri fiziki coğrafi rayonları ilə həmsərhəddir. İqlimi əsasən qışı quraq keçən soyuq iqlim və dağ tundra iqlimidir. Demək, Qarabağda qışı quraq mülayim istidir. Qarabağ vulkanik yaylasında isə qışı quraq keçən soyuq iqlimdir. Ona görə soyuq iqlim olduğuna görə burada meşələr yox, dağ çəmənləri, yəni subak ağ çəmənləri geniş yayılmışdır. Ona görə Qarabağ vulkanik yaylasına deyəcək, Azərbaycanın əsas yay yoxsa qış otlaqları? Yay otlaqları deyəcək. Gəldik Həkəri fiziki coğrafi rayonuna, dördüncü, yəni sonuncu. Həkəri fiziki coğrafi rayonu həmsərhəddir vulkanik yayla Qarabağ və Arazboyu fiziki coğrafi rayonları ilə həmsərhəddir. Cənub hissələrinin iqlimi yarımsəhra quru çöldür, amma özünün əsas iqlimi, yəni sən sabah desə Həkərinin iqlimi nədir? Deyirsən, qışı quraq keçən mülayim isti iqlim. Həkəri deyəndə əsasən yadında Qubadlı və Zəngilan rayonlarını yadda saxlamaq lazımdır. Zəngilan deyən kimi orada milli parkı yadda salırsan. Zəngilanda hansı milli park var? Dövlət qoruğu daha doğrusu. Bəstçay dövlət qoruğu şəhərsinarı qorunurdu və Zəngilanda həm də qızıl yataqları var idi. Vejnəli qızıl yatağı. Demək, bizim qızıl yataqlarımız oldu Gəncə fiziki coğrafi rayonu, vulkanik yayla fiziki coğrafi rayonu və Həkəri fiziki coğrafi rayonuna. Ərazisindən axan çayda elə öz adı ilə bağlı olan Həkəri çayı olacaq. Həkəri çayı üzərində Güləbird su elektrik stansiyası da tikilmişdir. Sonra yoldaşlar gəldik Orta Araz vilayətinə, digər adı Naxçıvandır. Orta Araz vilayəti yarım vilayətlərə bölünmür. Orta Araz vilayətinin digər vilayətlərdən fərqli cəhətdə ondan ibarətdir ki, bu Ön Asiya ölkəsinə aiddir və tez-tez bunu da deyil. Hər tərəfdən fərqli, yəni hər tərəfdən xarici ölkələrlə həmsərhəddir. Yəni ölkənin əsas hissəsi ilə bunun sərhədi mövcud deyil. Bu da bunun Naxçıvan rayon Muxtar Respublikasının mənfi cəhətdir. Yəni iqtisadi coğrafi mövqeyinə mənfi cəhətdir. Orta Araz fiziki vilayəti iki fiziki coğrafi rayona bölünəcək. Dağlıq hissəsi Günnüt Qabcıq, düzən hissəsi isə olacaq Şərq Ordubad fiziki coğrafi rayonu. İqlimi Şərq Ordubadda əsasən qışı soyuq keçən yarım səhra quru çöl, qalxdı Günnüt Qabcığa, Günnüt Qabcıqda soyuq və dağ tundra. Demək, Orta Araz vilayətində mülayim isti iqlimə rast gəlinmir. Qışı soyuq yarım səhra, yayı quraq soyuq və dağ tundra. Meşə landşaftı burada tam zolaq yaratılır. Desə ki, Naxçıvan vilayətində meşələr geniş ərazi tutur, bu yanlış ifadə olacaq. Amma meşə var idi, özdə ayrı meşələr idi və qəhvəyi torpağı idi. Burada qonur torpağa da rast gəlinmir. Çayları, hansılar idi çayları? Arpa çay, Naxçıvan çay, Əlincə yoxsa Əlican? Əlincə çay, Əlican burada idi. Naxçıvan çay, Naxçıvan çay, Əlincə çay, sonra biri Gilan çay,
Ordubad çay. çay. Bunlarda gilan qarpızlarla qidalanırdı. Digərləri isə Yeraltı yeraltı sular. sularla qidalanırdı. Bulaqları deyə bilərsiniz. Bulaqlar uşaqlar tektonik qalxma zonasına düşür, çökməyə düşmür. Sirabdır, Bayxırdır, Badamlıdır, Darı dağdır. Bunlar hamısı Güllüt Qapçıq fiziki coğrafi rayonunda yerləşəcək. Filiz faydalı qazıntılarla zəngindir. Hansı yataqlar var idi? Molibden var idi. Qaraqaçay, Diyaqçay, Ordubad rayonunda. Ondan sonra polimetal var idi. Gümüşlü, Şərur rayonunda. Güllüt Qapçıq fiziki coğrafi rayonuna düşəcək. Gölləri, Güllüt Qapçıqda yerləşən göllər olacaq. Qanlı göllər, Batabat. Nə mənşəlidir bunlar? Göy, vulkanik, Qanlı göl, uçqun mənşəli olacaqlar. Bəli. Su anbarı desən, Şərur Ordubadda, yəni düzən hissədə olacaq. Araz su qovşağı, Araz su qovşağı sahəsinə görə ölkəmizin ikinci su anbarıdır və üzərində su elektrik stansiyası fəaliyyət göstərir. Arpaçay üzərində elə Arpaçay su anbarı, Naxçıvançay üzərində isə Heydər Əliyev adına su anbarı yerləşəcək. Gəldik sonuncu Lənkəran vilayətinə. Lənkəran vilayəti yarım vilayətlərə bölünmür. 2 fiziki coğrafi rayona bölünür. Dağlıq hissəsi Talış fiziki coğrafi rayonu, düzən hissəsi isə Lənkəran fiziki coğrafi rayonu olacaq. Nə deyəcəyik buradan? Talış fiziki coğrafi rayonu Kiçik Qafqaza aiddir. Lənkəran rayonu isə aiddir Kürd tektonik çökməsinə. Demək, Lənkəran vilayəti 2 tektonik zonada yerləşir. İqlimi əsasən burada mülayim isti iqlimdir. Burada nal şəkilli əsasən Lənkəranda və Talışın orta hissələrində olacaq yayı quraq keçən mülayim isti. Talış dağlarının ətəyində isə olacaq yağıntısı bərabər paylanan mülayim isti. Filiz faydalı qazıntılara vilayətdə rast gəlinmir. Tikinti materialları ilə zəngindir. Meşə ehtiyatları ilə zəngindir. Mineral bulaqlarla zəngindir. Hansı mineral bulaqlar var? Donuzütən, meşə su, otu su, aşağı Ərkivan, Mişovdaq yox. Mişovdaq yollu bromlu sulara. Ondan deyil. Aşağı Ağkörpü, Ərkivan. Bunlar yerləşəcək Talış fiziki coğrafi rayonunda. Talış fiziki coğrafi rayonunda Talış dağlarda adından göründüyü kimi Talış peştəsər qrobar silsilələrindən ibarətdir. Paleogen yaşlı suxurlar geniş gəlmişdir. Talış dağları cavanlı qədim. Cavan. Ümumiyyətlə Azərbaycanda qədim dağ yoxdur. Azərbaycan ərazisi bütövlükdə geosinklinaldır. Azərbaycanın bütün vilayətlərinin oxşar cəhdidir. Hamısı geosinklinal ərazidə yerləşir. Hamısında geotermik pillər kiçik olacaq. Buranın iqlimi yayı quraq keçən mülayim isti olduğuna görə çayları əsasən ilin soyuq dövründə bol su olurlar və bu da yay aylarında çaylardan intensiv suvarmaya səbəb olurdu. Çayları hansıdır buranın? Astara çay, Lənkəran çay, Xəncər çay, Viləş çay, Bolqar çay ilə Astara çay həmçinin sərhəd çayları olacaq. Talış fiziki coğrafi rayonu Güllüt Qapçıq fiziki coğrafi rayonunun oxşar cəhdi paleogen yaşlı suxurlar, Kiçik Qafqaz tektonik qalxması və dağ kesorofit bitkilər geniş yayılmışdır. Bilirsiniz ki, Lənkəran vilayətində landşaft inversiyası baş verirdir. Ətəkdən zirvəyə geçsək, düzən meşə, dağ meşə, quru dağ çöllər və dağ kesorofitlər yayılmışdır. Azərbaycanın ən çox illik yağıntı düşən vilayətidir. Talış dağlarının ətəyi 1700-1800. İllik maksimum yağıntı da bura düşmüşdür. Hansı kəndidir? Gəgiran kəndi. Lənkəranın Gəgiran kəndinə düşmüşdür. Sonra nə deyəcəyim? Lənkəran vilayətinə deyirlər rütubətli subtropik zona. Sən sabah desək ki, rütubətli subtropik bir söhbət Lənkərandan gedir. Sitrus meyvəsi. Heç nə istiyor.